Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdirsə, bu o deməkdir ki, təcil sıfırdır, yəni ki, sürət sabit qalıb. Sürət sabit qalıbsa, kinetik enerji mv kvadratı bölü 2-dir. Onda kinetik enerji də zamandan asılı olaraq dəyişməz. Yayın potensial enerjisinin zamandan asılı. Rəqsi hərəkət zamanı sürət, impuls, kinetik enerji bir dəyişir. Amplitud, yer dəyişmə, qüvvə, təcil və potensial enerji də bir dəyişir. İndi bu sıfırdan başlayıbsa, yəni bu komanda sıfırdan başlayıbsa, bu komanda maksimumdan başlamalıdır. Amma ki, enerji də mənfiyə düşmür. Saniyə zaman vahididir. Birinci kürəcik üçüncü tərəfindən itələnəcək. İkinci tərəfindən də itələnəcək. Müsbəti itələyir. Əvəzləyicisi də yönələcək yuxarı. Məsafələr də eynidir. Yüklərin miqdarı da eynidir. Ona görə qüvvələr də eyni olacaq. F. Onların əvəzləyicisi də yuxarı yönələcək. İntensivlik xətləri müsbətdən mənfiyə doğru yönəlir. Müsbətdən mənfiyə doğru getdikcə potensial azalır. Ona görə də ən çox potensial bir nöqtəsindədir. Elektrostatik sahənin mənbəyi sükunətdə olan yüklərdir. Hidravlik presin iş prinsipi Paskal qanununa əsaslanır. N-in yanında S, S-in də yanında N durmalıdır. Maqnit sahəsinin qüvvə xətləri də N-dən S-ə doğru yönəlir. İyonlaşma enerjisi sürətdən asılı deyil, növdən asılıdır. Verilmiş atom üçün sabit olur. Naqilin temperaturunu sabit qəbul edin. R bərabərdir, rho L bölünsün S-dir. R i-dən asılı deyil. Uzunluğu 3 dəfə artırsaq, müqavimət də 3 dəfə artar. Maqnit sahəsinin yaranması üçün yüklü zərrəcik hərəkətdə olmalıdır. Bu ola bilər, bu da ola bilər, hərəkət etsin. Sükunətdə olsa olmaz. Bu ikisi eyni istiqamətdədir. 10 ilə 20 toplanıb 30 verəcək. 60 ilə də 30 əks istiqamətdədir. 60-dan 30-u çıxacaq. Reostatın şərti işarəsi. Bərabər sürətlə hərəkət eləməsini istəyir də, onda F artı F sürtünməyə bərabər olmalıdır. Üfüqi müstəvidə sürtünmə qüvvəsinin düsturu MMJ-dir. 0,5, J10, bu da 50, 250. İş prinsipi Hooke qanununa əsaslanan cihaz dinamometrdir, ondan da qüvvəni ölçürük. V' bərabərdir, P sistem bölünsün M sistemindən tapılacaq. 2 vurulsun 3, x oxu istiqamətində gedir, minus, o birisi çıxılmalıdır, çünki x oxunun əksinə gedir. Kütlələri də ki 4 eləyir də cəmi. 6 minus 2 bölünsün 4. Bu da eləyir 1. Sol əndən təyin eləməliyik. İnduksiya xətləri ovucumuza daxil olmalıdır. 4 barmağımız da yönəlməlidir cəryan yüklü zərrəciyin hərəkət istiqamətində. O da ki, mümkün olmur. QVB sinüs alfada aralarındakı bucaq 0 dərəcədir V ilə B, ona görə də təsir eləmir. H yük 6 metrdirsə, bu da tərpənən blokdur da. Onda H yük bundan 2 dəfə az olacaq. 3 metr. Yükün sürətini də tapmaq üçün H yükü zamana bölməliyik. 3'ü böləcəyik 10'a 0,3. Elektrokimyəvi ekvivalent 1 bölünsün YNA, molyar kütlə bölünsün vanetlik. Bunlardan asılı olur. Cəryandan asılı deyil, dəyişməz. MJ bərabər KX. K-nı buradan tapmaq üçün MJ-ni X-a bölmək lazımdır. 5 vur 10 bölünsün 0,5 millimetri metrə çevirəndə 10 üstü mənfi 3'ə vurmalıyıq. Bu da eləyir 10 üstü 4, 0,5. 10 üstü 5. Temperatur sabit olanda doyan buxarda P, rho, N həcmdən asılı deyil. Doyan buxar ideal qaz qanunlarına tabi olmur. Verilmiş cismin başlanğıc sürətini 5 dəfə artırdıqda tormozu S-tormoz bərabər V0'ın kvadratı bölünsün 2A, V0'ın kvadratı bölünsün 2 μJ.
5 dəfə artıranda 25 dəfə artar. Əvəzləyici qüvvə 40 Newton artıb. Təcil 3 dəfə artıbsa, deməli əvəzləyici qüvvə də 3 dəfə artıb. Sol tərəflər eynidirsə, sağ tərəfləri də bərabərləşdirə bilərik. 2F1 bərabər 40, F1 də bərabər 20. Qazlarda yük daşıyıcılar, müsbət ionlar, mənfi ionlar, elektronlar hamısı var. Yox, metallarda sərbəst elektronlardır. Müsbət mənfi ionlar da elektrolitlərdə, yarımkeçiricilərdə elektronlar və deşiklər. Aha, düzdür. Ağırlıq qüvvəsi mg ilə tapılır. Yəni ki, 40 Newton. Zaman 2 bərabər hissəyə bölünmüşdür. Onda elə bil ədədi orta tapırıq. 70 üstəgəl 60 bölü 2. 130 bölü 2. 65. İzotermik prosesdə temperatur sabit olur. Y variantı ola bilər. Daha sonra izobar prosesdə təzyiq sabit olur. B variantı ola bilər. İzoxorda da ki, həcm sabit olur. Həcm sabit olur, amma həcmin sabit olduğu qrafik yoxdur. Hə, var. D variantı ola bilər. Sonra V-nin T ilə düz asılı olduğu izobar prosesdə. C variantını da bura götürək. A bərabərdir 5-dir. Sürətdən törəm alırıq. F əvəzləyici bərabər MA-dır. 0,2 kiloqram vurulsun 5. H maksimal bərabərdir V0-ın kvadratı bölünsün 2J. 80 eləyir. Deməli, suyun qızması zamanı lazım olan istilik miqdarı Cm delta T ilə tapılır. Q-nü C delta T-yə bölməliyik. 420 vurulsun 10 üstü 3 kilojouldu. C 4200'dür. Delta T'dəki 70-dən 20-nə çıxırıq 50 eləyir.